یه آنلاین کلاسım var idi. Xanımla ki Belçikdə öyle İranlıdır. بعد soruşdum ki, what is your biggest regret in your life? Bu doktorun həsrətin zindagində nə mənədir? Qəti dedi ki, mamanın 48 yaşında fot elədi. Və səkdə qəlb elədi. Bir gün qəbl əzin ki, səkdə eləyəm, mən küsmüşdüm mamamdan. Mənə şam gətirdi, yemədim. Və dedi ki, əyləşək danışaq, mən danışmadım. Dedi, bir gün ondan sonra, 22 saat ondan sonra mamam səkdə elədi və fot elədi. Dedi, mən həmişə həsrətim bu idi ki, mən niyə o ləhsəni istifadə eləmədim, niyə uşaqlıq elədim, anamla danışmadım. Biraz özümə fikirləşdim ki, bu bizim hamımıza ittifaq düşə bilər, yoxun əfradımızda, yəni zindagimizdə yoxun əfradlarımız var. Xanvadəmizdə, dostlarımızda. Qədir bilməyimiz yaxşıdır. Şayad o ləhsə axır ləhsədir.